Salam əzizləyicilər, hər birinizi xoş gördük. Kanal 21-in rəhbəri Fərhad müəllimlə danışacağım. Fərhad müəllim dövlətinə və dövlətçiliyinə sadiq olan biridir. Fərhad müəllim işinin peşəkarıdır. Çox gözəl və dəyərli biridir. Fərhad müəllim daima haqsızlıqlarla mücadilə aparıb, vətəndaşların haqq səsini aidiyyəti qurumlara çatdırıb. Fərhad müəllim haqqında çox danışmaq olar. Şəhid ailələrinin müraciətlərini ictimailəşdirməsi, qazilərimizin müraciətlərini ictimailəşdirməsini həyata keçirir. Eləcə də vətəndaşlarımızın. Fərhad müəllimə uzun ömür, can sağlığı arzulayırıq. Fərhad müəllimdən icra başçısının məhkəmə prosesində icra başçısının məhkəməni uduzması bir daha onu göstərir ki, Fərhad müəllim dövlətimizə və qanunlarımıza güvənən biridir. Azərbaycan qanunları hər bir vətəndaşının hüquqlarını qoruyur. Bizim hər birimiz dövlətimizə və qanunlarımıza güvənirik. Hər bir Azərbaycan vətəndaşının yanında Azərbaycan qanunları var. Allah cənab prezidentimizi və onun ailə üzvlərini qorusun. Fərhad müəllim daima dövlətimizə və dövlətçiliyimizə cənab prezidentimizin sadiq olan biridir. Fərhad müəllimə bir daha uzun ömür, can sağlığı arzulayırıq. Hər zaman dövlətimizə və dövlətçiliyimizə xidmət edir. Zahir, prezidentə ictimai dəstək,